Sürücü işi var yoldaşlar. Sürücü işindən bəhs etmək istəyirəm mən sizə. Amma ilk öncə gəlin sizə Avtokar forklift sürücüsündən bəhs edeyim. Qeyd edim ki, bu Aspak şirkətindədir. 650-700 manatlıq bir işdir. Kişilər üçündür təbii olaraq. Bu sizdən tələb edir orta texniki təhsil və 1 illik iş təcrübəsi tələb edir bu sahədə. Və forklift sürücüsü üzrə etibarlı vəsiqəniz, sertifikatınız olmalıdır, xəbəriniz olsun. 6 günlük bir işdir. Yəni iş həftəsi 6 günlük iş həftəsidir. Keşlə qəsəbəsindədir. Belə bir işdir. Aspak şirkətindədir. Bundan əlavə 2 dənə əlavə bir sürücü işi də var. Misal üçün, Ata İnşaatda da sürücü işi var. BS kateqoriyası tələb eləyir. Onlara CV-nizi göndərə bilərsiniz. Bundan əlavə sürücü işi Azərbaycan Holdingdə də var. Onlara da CV-nizi göndərə bilərsiniz. 3 illik iş təcrübəniz varsa. Sonra B kateqoriyalı sürücülük vəsiqəniz varsa. Nə iş görəcəksiniz yoldaşlar? Şirkət qonaqlarının gediş-gəlişini təmin edəcəksiniz. İş görüşləri, tədbirlər və əzəmiyyətlər zamanı təhlükəsizlik nəqliyyatını xidmətini göstərəcəksiniz. Bir növ burada bilirsiniz nədir yoldaşlar? Bu bir növ şəxsi sürücü işi kimi də belə deyim. Şirkətin şəxsi sürücüsü funksiyasını daşıyır. Ona görə də bu işdə misal üçün kimlərin işə götürülmə ehtimalı daha yüksək ola bilər. Kimlər ki, misal üçün ailə sürücüsü olaraq işləyibdir və yaxud da turizm şirkətdə ərində sürücü olaraq işləyibdir, turistləri qarşılayıbdır. Amma bu demək deyil ki, mütləq həmin şəxsləri götürəcəklər. Xeyr, sadəcə mən ehtimalları sizə vurğuladım ki, əgər belə bir özəllikli şəxslər də varsa aranızda, sizlər daha belə deyim, cani dildən bu işə müraciət edə bilərsiniz. Həmçində xarici dil bilənlər də bu işə daha belə isti münasibət bəsləyə bilərlər, müraciət edə bilərlər. Çünki burada siz qonaqları qarşılayırsınız. Bəzən ola bilər ki, xarici qonaq ola bilər ki, sizə ehtimal ola bilər ki, o qonağı qarşılamaq elə sizin öhdənizə düşə bilər. Təkcə başqa bir əməkdaş gedə bilməz. Yəni, belə deyim, yüngül bu tipli yumşaq bacarıqlara ehtiyacınız ola bilər. Amma yenə də hansı sürücülər birmənalı olaraq müraciət etməlidir? Minimum 3 illik sürücülük təcrübəsi olan, B kateqoriyası olan və Bakı şəhərinin yol infrastrukturuna və qaydalarını yaxşı bələd olanlar müraciət edə bilər. Punktual, stressə davamlı və məxfi informasiyalara qarşı həssas yanaşan şəxslər müraciət edə bilər. Yəni, o az öncə sıraladığım ailə sürücüsü kimi iş təcrübəsi olanlar və yaxud da xarici dil biltəyimi, o ikinci dərəcəli məsələdir. Yəni, onlar vacib deyil. Olsa lap yaxşı, sizi belə deyim də, digər namizədlərin qarşısında daha rəqabətçilik edə bilər. Azərsundur yoldaşlar, burada bilirsiniz ki, Azərsun Holdingdir, yəni onun tərkibində bir neçə başqa şirkətlər də olur. Bu işdə yoldaşlar, bazar təhsil cümədir, yəni 5 günlükdür, səhər saat 9-dan 6-ya kimidir, rəsmi əmək müqaviləsi bağlayırlar, maaş da yoldaşlar müsahibə əsasında razılaşdırılır. Bu işə də müraciət etmək üçün CV-niz olmalıdır, CV ilə müraciət etməlisiniz. Onunla da bağlı çətinlik çəkirsinizsə və yaxud da müraciət etməkdə dəstək istəyirsinizsə, ümumiyyətlə CV-niz yoxdursa və yaxud da digər işlərlə tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmaca çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Özvadı kanala. Kanala daxil olduqdan sonra diqqət etsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.